Uşaqlar, siz ekranı görmürsünüz də, düzdürmü? Mən ekran paylaşım, tamam. Ekran paylaşım, yəqin ki, indi siz görürsünüz ekranı. Uşaqlar, hər birinizi xoş gördük yenidən. Bugün artıq bizdə ödənişsiz dərsin 6-cı ödənişsiz dərs olmalıdır. Səhv eləmirəmsə, ya 5 ya 6 olmalıdır ümumilikdə. Və bu dərslər özü hazırlaşanlar üçün nəzərdə tutulub. Bugünkü dərsimiz məhkəmə hakimiyyətidir. Kimlər ki, yəni bu dərsə baxacaq, sabahlarda canlı yayımda olacam. Ona da yenidən baxarlar, canlı yayıma qoşularlar, elanı da paylaşacağım sabah. Bugün isə sadəcə məhkəmə hakimiyyəti haqqında qanuna baxırıq. Heç bir əlavə suallar yəni olmayacaq. Amma bundan sonraki dərslərdə yenə ənənəvi şəkildə başlayacağıq sual şəklində işləməyə. Dostlar, məhkəmə hakimiyyətinə baxırıq. Məhkəmə hakimiyyəti 7-ci fəsildədir. Onu da deyim ki, bundan əvvəl də biz icra hakimiyyəti, qanunverici hakimiyyət haqqında danışmışdıq. Ardıcıllığı pozmamaq şərti ilə ona görə məhkəmə hakimiyyəti haqqında danışırıq. Konstitusiyada ilk maddələrdə, yəni dövlət maddəsində, Azərbaycan dövləti maddəsində qeyd olunmuşdur ki, dövlət hakimiyyəti 3 qola bölünürdü. Biri buydu ki, deyirdi ki, qanunverici hakimiyyəti Milli Məclis həyata keçirir, icra hakimiyyəti prezidentə mənsubdur, diqqətli oluruq. Məhkəmə hakimiyyətini isə Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir. Bunu da yadımızda saxlayırıq. Niyə görə? Bunu da təkrar eləyək ki, icra hakimiyyətini demir prezident həyata keçirir. Çünki uşaqlar, dilimdə dolaşdı, icra hakimiyyətini Azərbaycanda Nazirlər Kabineti həyata keçirir. Ona görə biz deyirik ki, məhz bu səbəbdən deyirik ki, icra hakimiyyəti prezidentə mənsubdur. Əgər suallarda görsəniz ki, yazılıb ki, icra hakimiyyətini prezident həyata keçirir, bu sual mənim qarşıma çıxıb. Uşaqlar, o variantı biz səhv götürəcəyik. Yəni, necə yazılıbsa, o şəkildə də biz cavab verməliyik. Daha sonra, davam edirik birinci maddədə. Birinci maddədə nədir? Qeyd olunur ki, məhkəmə hakimiyyəti ədalət mühakiməsi ilə yalnız məhkəmələr həyata keçirir. Yəni, ədalət mühakiməsi dedikdə nəyə nəzərdə tuturuq? Ədalət mühakiməsi odur ki, yəni məhkəmə qərar verərkən qanunlara söykənir bu qərarları verəndə. Yəni, özü durur, öz başına hər hansısa kimsəni mühakimə eləmir və s. Onu da deyim ki, uşaqlar, dövlət qulluğuna hazırlaşanlar üçün məhkəmələr və hakimlər haqqında qanun da var, onu da keçirik biz. Mənim YouTube kanalımda da onun haqqında mən danışmışam, suallar var, onların da izahını vermişəm. Yəni, ona da baxa bilərsiniz. Məhkəmə hakimiyyətini hansı məhkəmələr həyata keçirir? Konstitusiya məhkəməsidir, ali məhkəmədir, apellyasiya məhkəmələridir, Azərbaycan Respublikasının ümumi məhkəmələridir və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər. Uşaqlar, belə bir sual mənim qarşıma çıxmışdı, sizə deyim. Yazılmışdı ki, Konstitusiyada adı çəkilən məhkəmələrdən, daha doğrusu belə düşmüşdür ki, hansı məhkəmələrin adı çəkilmir? Məsələn, doğru cavabda Naxçıvan Muxtar Respublikasının məhkəməsi idi ki, məsələn, baxın, bu hissədə Naxçıvan Muxtar Respublikasının adı yoxdur, yəni məhkəmələrdə. Belə bir sual qarşıma çıxdığı üçün bunu da sizə dedim. Daha sonra, məhkəmə hakimiyyəti konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Cinayət məhkəmə icraatında Azərbaycan Respublikasının prokurorluğu və müdafiə tərəfi iştirak edir. Yəqin ki, hər biriniz bir tanışdığınız olub, televiziyadan mı deyim, saytlardan mı olub, o məhkəmə prosesinin aparılması ilə bağlı. Orada görmüsünüz siz prokurorluğu. Prokuror dövlət, belə deyək, ittihamını müdafiə edir. Yəni, dövlət ittihamı irəli sürür. Biz baxacağıq indi prokurorluğa da. Bir də müdafiə tərəfi var ki, o da belə bir növ, bəli, dövlət ittihamçısı, bir də müdafiə tərəfi var ki, o da təqsirləndirilən şəxsdir ki, yəni özünü müdafiə eləyir. Yəni, bu da belə, indi biz prokurorluq haqqında, prokurorluqdan danışanda orada baxacağıq. Məhkəmənin quruluşu və məhkəmənin icraat qaydası qanunla müəyyən olunur. Suallarda bunu çox baxsarlar ki, məsələn, konstitusiya ilə müəyyən olunur, qanunla müəyyən olunur və yaxud digər normativ hüquqi aktla müəyyən olunur. Siz yadınızda saxlayırsanız ki, qanunla müəyyən olunur.
6-cı bənddə qeyd olunur ki, məhkəmənin səlahiyyətlərinin dəyişdirilməsi məqsədi ilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi və fövqəladə məhkəmələrin yaradılması qadağandır. Uşaqlar, bu fövqəladə məhkəmələr ümumiyyətlə 2-ci Dünya müharibəsi ərəfəsində fövqəladə məhkəmələr daha çox yaradılmışdı. Yəni bu fövqəladə məhkəmələrdə belə deyim, ən çox insan ölümləri, məsələn, hər hansısa bir insan haqqında ölüm cəzasının verilməsi ilə bağlı yaradılıb əvvəllər, amma bizdə qadağandır artıq bu. Söhbət də burada niyə gedir ki, bunu belə eləyiblər? Çünki burada hüquqi sistemin sabitliyini və məhkəmələrin müstəqilliyini təmin etmək üçün bu var, yəni bu maddə buna görə var. Məsələn, məhkəmələr və hakimlər haqqında qanunda da qeyd olunur ki, digər dövlətlərin də məhkəmələri yaradıla bilməz Azərbaycanda. Yəni burada məsələn, məhkəmələrlə bağlı maraqlı suallar var. Onların dizahını Dövlət İmtahan Mərkəzinin test toplusundan onları da vermişəm. Özüm də suallar hazırlamışam. Onları da YouTube kanalından da yenə deyim, baxa bilərsiniz. Daha sonra qeyd etdik fövqəladə məhkəmələr niyə yaradılır? Xüsusi məqsədlər üçündür. Əsasən də müharibə vəziyyətlərində yaranırdı. Yadımızda saxlayırıq. Məhkəmənin icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bu da belə. İndi isə hakimliyə namizədə aid tələblərə baxmalıyıq. Uşaqlar, bundan əvvəl biz baxmışıq, Milli Məclisin deputatlarına baxmışıq, daha sonra prezidentliyə namizədə aid tələblərə baxmışıq, birinci vitse-prezidentə, indi isə hakimliyə baxacağıq. Uşaqlar, hakimlərdə fərqli olan bir məsələ var. Hakimlər üçün tələblərdə mütləq şəkildə ali hüquq təhsili olmalıdır və bir də ki, bəli, yazdığınız kimi 5 ildən artıq hüquqşünas ixtisası üzrə işləməlidir. Bu mütləq şəkildədir. Yəni bu olmasa, belə deyək, olmaz. Yəni bunu yadınızda saxlayırsınız hər biriniz. Daha sonra və bu hissəsi isə uşaqlar digərlərdəki kimidir. Yəni hakimlərin heç bir seçkili və yaxud da ki, təyinatlı vəzifə tuta bilməməsi məsələsi var və yaxud hakimlərin hər hansısa ödənişli fəaliyyətlə məşğul ola bilməməsi məsələsi var. Ancaq onu da qeyd edək ki, burada bir dənə fərqli məsələ var ki, hakimlər siyasi partiyaya üzv ola bilməzlər. Çünki digərlərində bu yoxdur. Məsələn, hər hansısa bir deputata namizədə aid tələblərdə bu hissəni siz görə bilməzsiniz və yaxud prezidentə aid tələblərdə. Yəni bunu mütləq şəkildə, hətta sarı ilə işarələyirəm ki, yadınızda qalsın. Burada fəaliyyət də var, bəli, bütün istər deputat olsun, istər prezident olsun, yəni bunlarda elmi, pedaqoji fəaliyyətlə məşğul olmağa, yəni bir belə deyəm, məhdudiyyət yoxdur. Elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən məşğul ola bilərsiniz. Yəni problem deyil ondan. Hər kəs bundan məşğul ola bilər. Hər kəs dediyim, yəni əlbəttə ki, burada söhbət hakimlərdən gedir. Bax belə. İndi isə uşaqlar, sizin üçün gəlin bir dənə də sual verim. Ona qədər mənim də boğazım biraz qurudu. Prezidentə aid tələblərdə hansı var idi ki, o digərlərində yox idi? Onu yaza bilərsiniz. Və mənim özümə də maraqlıdır, görüm neçə nəfər bilir onu. Bəli, artıq cavablar gəldi. Əla, əla. 10 ildən artıq Azərbaycan Respublikası ərazisində daimi yaşamalıdır. Yəni bu prezidentə aid namizədə tələbdə idi ki, digərlərində bu yox idi. Əla. Maddə 127 hakimlərin müstəqilliyidir, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipi və şərtləri. Uşaqlar, hakimlər müstəqildir. Bundan əvvəl də müstəqil olan şəxslər barəsində danışmışıq, söhbət gedir. Əlbəttə ki, səlahiyyət müddəti ərzində kimlər, belə deyək, müstəqil yox, toxunulmaz idi. Yəni, mən toxunulmazlıqla bunu saçdırdım. Yəni, hakimlər müstəqildir, həm də hakimlər toxunulmazdır. Ancaq səlahiyyət müddəti ərzində toxunulmaz olan şəxslər var ki, bunlar aid idi bunlara birinci vitse-prezident və yaxud vitse-prezidentlər, digərləri Milli Məclisin deputatlarıdır, baş nazirdir və s. Yəni, bunlar isə, bəli, səlahiyyət müddəti ərzində toxunulmaz idi. Yəni, sadəcə cinayət başında yaxalanırdısa, tutula bilirdi. Söhbət bundan gedir. Daha sonra uşaqlar, baxırıq digər hissiyə. Hakimlər müstəqildir və yalnız Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyət müddətləri ərzində hakimlər dəyişilməzdilər. Hakimlər işlərə necə baxır? Qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Ümumiyyətlə, hər hansısa bir şəxs tərəfindən və ya hər hansısa bir səbəbdən məhkəmənin icraatına, yəni məhkəmənin gedişinə məhdudiyyət qoyulması, qanuna zidd təsir və həddə müdaxilə edilməsi yol verilməzdir. Fikirləşin, bir məhkəmə gedir,
məhkəmə prosesi gedir, müəyyən müddət çəkir. Fikirləşin ki, bu təqsirləndirilən şəxsin qohumları gəlirlər, hakimi yolda tuturlar, onlar hədə-qorxu gəlirlər və s. eləyirlər. Əlbəttə ki, bu yol verilməzdir, müəyyən məsuliyyətə səbəb olur. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərlik əsasında həyata keçirilir. Yəni biz 25-ci maddədə də keçmişdik ki, uşaqlar, hamı qanun və məhkəmə qarşısında bərabər idi. Bütün məhkəmələrdə işlərin icraatı açıq aparılır, qapalı aparıla bilər. Bəli, qapalı da aparılır, ancaq o halda ki, artıq məhkəmə müəyyən eləyir ki, burada açıq icraat keçirilsə, dövlət, peşə və kommersiya sirri açılacaq və yaxud da ki, vətəndaşların şəxsi və ya ailə həyatının məxfiliyinin qorumaq zərurətinin mövcudluğunu müəyyən eləyirsə. Bax, bu belə. Amma məhkəmənin qərarları məhkəmələr və hakimlər haqqında qanunda deyir ki, 30 gün ərzində anonimləşdirilmək şərti ilə çıxarılmalıdır, yəni dərc olunmalıdır. Bu da mütləq şəkildədir. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla cinayət işlərinin qiyabi məhkəmə icraatına yol verilir. Uşaqlar, sualım sizlərədir, yalnız mən danışmayım. Qiyabi məhkəmə icraatı dedikdə nəyi nəzərdə tutur? Qısa şəkildə bunu yazın, mən də görüm. Yəni YouTube-dan izləyənlər də şərh hissəsinə, YouTube-un şərh hissəsinə yaza bilər rahat şəkildə. Bu da bir növ biliklərinizi təkrar eləmiş olarsınız bunu. Görək yazan olacaqmı? Yəqin ki, fikirləriniz uzundur deyə biraz gec yazırsınız. Aha. Bəli, təqsirləndirilən şəxsin və müttəhim deyək də buna, müttəhim və yaxud tərəflərdən biri iştirak etmədikdə keçirilən məhkəmə prosesi qiyabi məhkəmə icraatıdır. Hansı hallarda olur, onu da deyək. Məsələn, belə bir təsəvvür eləyin ki, şəxsi məhkəməyə çağırırlar, lakin onun harda olduğu məlum deyil məhkəməyə ki, bu şəxs hardadır. Və yaxud məhkəməyə gəlməkdən qaçır. Bu şəraitdə, yəni həmin şəxsin olmamasına baxmayaraq, qiyabi məhkəmə icraatına icazə verilir. Bəli, məsələn, tələbələrimiz yazdı ki, adam öldürüb, təqsirləndirilir, amma itkindir. Bəli, əla. Daha sonra keçirik digər məsələyə. Digər məsələ nədir? Bunu hər birinizin bildiyi məni də sevindirdi. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Yəqin ki, siz görmüsünüz bu, əsasən də Amerikan kinolarında mən görmüşəm, daha çox onlara baxdığım üçün. Məsələn, orada bir tərəf təqsirləndirilən şəxs olur, bir tərəfdə, bizdə də elədir, söhbəti yox, tək Amerikada yox. Yəni bir tərəfdə belə deyək, prokurorluq iştirak edir də, zərər görmüş tərəf, digər tərəfdə də yəni təqsirləndirilən şəxs. Yəni bunlar ikisi də özlərini müdafiə edirlər. Yəni bir növ çəkişirlər. Ona görə deyilir ki, çəkişmə prinsipi əsasında həyata keçirilir. Daha sonra məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur. Və ədalət mühakiməsi təqsirsizlik prezumpsiyasına əsaslanır. Uşaqlar, təqsirsizlik prezumpsiyası haqqında da konstitusiyada danışmışdıq biz, düzdürmü? Yəni gərək sübut olunsun ki, o şəxs və yaxud məhkəmənin qanunu qüvvəyə minmiş qərarı olsun ki, da o şəxs belə deyək tutulsun. Yəni yoxsa belə mən kimsə üzərində şübhəm varsa, biri gəlib evdə oğurluq olub, mən də deyirəm ki, məsələn bizim qonşudur bu oğurluq eləyən, belə bir şey yoxdur yəni. Yəni mütləq şəkildə sübut olmalıdır. Onun o günahkar olması ilə bağlı. Yəni təqsirsizlik prezumpsiyasında təkrar elədik, bu deməkdir. Yəni məhkəmənin keçirdiyi dilə baxaq görək məhkəmələr hansı dildə həyata keçirilir. Məhkəmə icraatı dövlət dilindədir, uşaqlar, və yaxud da ki, müvafiq yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. Əgər bir nəfər işin iştirakçısıdır, amma məhkəmənin icraatının aparıldığı dili bilmirsə, onda nə olacaq? Onda həmin şəxsin belə bir hüququ var ki, işin materialları ilə tanış olsun, məhkəmədə tərcüməçi vasitəsilə iştirak etsin və yaxud məhkəmədə ana dilində çıxış etmə hüququ təmin olunsun. Yəni bu hüquqlar həmin şəxsə verilir. Daha sonra hakimlərin toxunulmazlığına baxırıq. Uşaqlar, hakimlər toxunulmazdır. Artıq mən bundan əvvəl dedim, müstəqilliyi ilə bağlı danışanda qısa da olsa demişdim. Hakimlər toxunulmazdır və hakimlər cinayət məsuliyyətinə yalnız qanunda nəzərdə tutulan qaydada cəlb oluna bilərlər. Hakimlərin səlahiyyətlərinə isə hansı şəkildə xitam verilir? Qanunla nəzərdə tutulmuş əsaslarla və qaydalara müvafiq surətdə xitam verilir. Bundan əvvəl isə biz icra hakimiyyətində və yaxud deputatlıqda, yəni deputatlar hansı halda belə deyək, xitam verilir deputat mandatlığına, onun haqqında da danışmışdıq.
Hakimlərin vəzifədən kənarlaşdırılma təşəbbüsü bu necə olur? Hakimlər cinayət törədirsə, prezident Ali Məhkəmənin rəyi əsasında Milli Məclis qarşısında irəli sürür. Ali Məhkəmə isə bu rəyi 30 gün müddətində təqdim edilir prezidentin sorğusundan sonra. Bu da əsasıdır. Daha sonra yuxarı instansiya məhkəmələrimiz var. Bizim konstitusiyadır, Ali Məhkəmədir və yaxud apellyasiya məhkəmələrdir. Bu hakimlərin işdən kənarlaşdırılması barədə qərarlar 83 səs çoxluğu ilə Milli Məclisdə qəbul edilir, qərardır, həll etdiyi məsələdir. Səs gəlmir uşaqlar, bəzə yazıb səs gəlmir, boş-boşuna danışmış olmuyor. Başqa hakimlərin işdən kənarlaşdırılması haqqında qərar isə Milli Məclisdə 63 səs çoxluğu ilə qəbul edilir. Yəni, yuxarı instansiyada yuxarı səsdir, daha çox səsdir, 83 səsdir. Aşağı instansiyalarda isə 63 səs çoxluğu iləndir. Hə, səs gəlir, deməli, Nəsim bəydədir problem. Siz özünüz düzəldin, belə deyək, səs hissəsinin, telefonun, yəni burada problem yoxdur uşaqlar dediyi kimi. Uşaqlar, məhkəmənin qərarları və onların icrasına baxaq. Baxın, bu çox önəmli hissədir. Ən önəmli hissiyə gəlirəm. Söhbət nədən gedir? Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Niyə dedim ən önəmlidir? Uşaqlar, məhkəmələr və hakimlər haqqında qanunda qərarlar, yəni o qərarlar bölünürdü, qərardatlar idi, qərar idi, hökm idi, nə və s. Orada məhkəmələr və hakimlər haqqında qanun deyirsə, Respublikanın adındandır. Konstitusiyaya görə deyirsə, onda dövlətin adından çıxarılır və onların icrası əlbəttə ki, məcburidir. Məhkəmə qərarlarının icra olmaması qanunla müəyyən edilmiş məsuliyyətə də səbəb olur. Məhkəmənin qərarı əlbəttə ki, qanuna və sübutlara da əsaslanmalıdır. Yəni, biz təqsirsizlik prezumpsiyasında da bu barədə danışmışdıq. Qanun olmalıdır, əsasən də sübutdan da biz danışmışdıq təqsirsizlik prezumpsiyasında. Bax, bu da belə. Daha sonra uşaqlar, keçirik biz digər hissiyə, Konstitusiya məhkəməsinə. Konstitusiya məhkəməsini çox yaxşı şəkildə öyrənirsiniz. Demək olar, hər bir imtahanda bax bundan düşür Konstitusiya məhkəməsindən. Konstitusiya məhkəməsi 9 hakimdən ibarət olur. Bilirsiniz, prezidentin vəzifədən getməsi ilə bağlı qərar qəbul olunanda, orada Konstitusiya məhkəməsində qeyd olunurdu ki, 6 hakiminin səsi lazım idi. Amma ümumilikdə isə Konstitusiya məhkəməsində 9 hakim olur uşaqlar, yadımızda saxlayaq. Konstitusiya məhkəməsinin hakimləri, biz dedik artıq, yuxarı instansiya məhkəməsinin hakimlərini prezidentin təqdimatı ilə Milli Məclis təyin edir. Bu, eyni şəkildə apellyasiya məhkəməsinə də aiddir, Ali Məhkəməyə də aiddir. Bax, belə. Yəni, digər məhkəmələrə yox. Söhbət bu 3 yuxarı instansiya məhkəməsindən gedir. Konstitusiya məhkəməsi görək hansı sorğuları, yəni hansı subyektlərin sorğusu əsasında hansı məsələləri həll edir. Ancaq bundan əvvəl sizin üçün bir şey deyəcəm. Uşaqlar, qanunvericilik təşəbbüs hüququ olan subyektlər var idi. Bilən varsa yaza bilər onun da komment hissəsinə, burada şərh hissəsinə. Yəni, biz onu da qeyd etmişdik ki, mən buradan John Paint açsam, orada izahım verilmir sizə onun. Çünki uşaqlar çoxsu sıfırdan hazırlaşır. Məsələn, bu sözü yazırdıq, papa sözün. Burada söhbət qanunvericilik təşəbbüsü hüququndan gedir. Bu, prezidenti idi. A, Ali Məhkəmə, P, Baş Prokurorluq, bu isə Naxçıvan Ali Məclisi idi. Və üzərinə də gəlirdik, seçki hüququ olan 40.000 vətəndaş və bir də deputatlar var. Bu, qanunvericilik təşəbbüsü hüququ olanlardır. Uşaqlar, amma bir də var ki, yəni Konstitusiya məhkəməsinə sorğu verən subyektlər. Uşaqlar, Konstitusiya məhkəməsinə sorğu verən subyektlər arasında da bu saydıqlarımız var. Sadəcə seçki hüququ olan 40.000 vətəndaş yoxdur, deputat yoxdur. Deputatın yerinə Milli Məclisdir. Əlavə olaraq da burada, yəni suallarda da belə suallar, hansı subyektin sorğu vermək, belə deyək, hüququ var, amma qanunverici təşəbbüs hüququ yoxdur. Baxın, bunlara aiddir Nazirlər Kabineti və bir də ki, Ombudsman aiddir. Yəni, bu ikisinin qanunverici təşəbbüs hüququ olmasa da, amma ki, sorğu vermək hüququ var, yəni Konstitusiya məhkəməsinə. Konstitusiya məhkəməsinə müraciəti hansı subyekt eləyə bilir? Buraya isə məhkəmələr. Bunu necə yadınızda saxlayırsınız? M bərabərdir M-ə. Məsələn, məhkəmələr müraciət edir. Ancaq hər kəs isə Konstitusiya məhkəməsinə şikayət verə
bilər. Bunu da yadımızda saxlayırıq. Əsas önəmli hissələrdən biri də uşaqlar. Bax bu hissədir. İmtahana çox tez şəkildə, tez-tez salınan hissələrdən biri də budur. Daha sonra baxırıq digər hissəyə. Burada mən bu hissəyə baxacağam. Konstitusiya Məhkəməsindən. Uşaqlar, Konstitusiya Məhkəməsinin əsas işi maddələrin şərh olunması ilə bağlıdır. Mən demirəm, başqa şey yoxdur. İndi bu videoma baxan hüquqşünaslar da ola bilər, digər şəxslər də olar. Yəni demirəm bir dənə məsələ maddələrin şərhini verir. Amma əsas işi biri budur. Yəni maddələrin şərhi və yaxud səlahiyyət bölgüsü. Bir dənə məsələ olub, məsələn, qanunverici hakimiyyət gəlir deyir ki, Milli Məclis bu mənim səlahiyyətimdədir. Prezident hakimiyyətdə deyir ki, icra hakimiyyəti bu da mənim səlahiyyətimdədir. Onda Konstitusiya Məhkəməsi məsələyə qarışır, deyir ki, məsələn, bu sənin yox, tutalım, digər subyektin, belə deyək, səlahiyyətindədir. Yəni, bu məsələsi də var Konstitusiya Məhkəməsinin və bir də normativ hüquqi aktların uyğunluğu məsələsi var. Gəlin buna da baxaq uşaqlar. Baxın, qanunlar, prezidentin fərman və sərəncamları, Milli Məclisin qərarları, Nazirlər Kabinetinin qərar və sərəncamları, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Konstitusiyaya uyğunluğu məsələsini yoxlayır. Daha sonra prezidentin fərmanları, Nazirlər Kabinetinin qərarları, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktların qanunlara uyğunluğunu yoxlayır. Nazirlər Kabinetinin qərarları, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktların prezidentin fərmanlarına uyğunluğunu yoxlayır. Ali Məhkəmənin qərarlarını isə Konstitusiya və qanunlara uyğunluğu yoxlayır. Bələdiyyə aktlarını isə həm Konstitusiya, qanun, prezidentin fərmanı, Nazirlər Kabinetinin qərarlarına uyğunluğu, dövlətlərarası müqavilələrdə qüvvəyə minməmişdən əvvəl Konstitusiyaya uyğunluq, hökumətlərarası isə həm Konstitusiyaya, həm də qanunlara uyğunluğu. Naxçıvanın qanunları və qərarları isə Konstitusiya, qanunlar, prezidentin fərmanı və Nazirlər Kabinetinin qərarlarına. Bunu indi şifahi şəkildə sizə dedim, yəni o demək deyil biz bunu keçirik. Bir məsələnin diqqətinizə çatdırım. Uşaqlar, mən YouTube-da Konstitusiyadan Qızıl Qaydalar adında videom var, 34 dəqiqəlik. Ondan əlavə olaraq normativ hüquqi aktların bir-birinə uyğunluq məsələsi var. Orada da geniş şəkildə bunu necə yadınızda saxlayacağınızı qeyd etmişəm. İndi gəlin o hissəyə biz yenidən keçək. Yəni bu uyğunluq məsələsi belə olmasın da üzdən oxuyub keçmək məsələsi olmasın. Bunu da bu hissəyə qoyun. Bunu da biraz belə eləyim, bu da belə. Deməli uşaqlar, bir var normativ hüquqi akt, bir də var normativ xarakterlər. Yəni məsələn prezidentin fərmanı normativ hüquqi aktdır. Niyə? Çünki prezident fərman verəndə hamıya aid olur. Məsələn, fövqəladə vəziyyət zamanı, hərbi vəziyyət zamanı bütün ölkədə bu keçərli olur da. Söhbət getmir, sərəncam keçərlidir. Sərəncam da bütün ölkədə keçərlidir. Amma normativ hüquq akt bütün əhali arasında bir normativ hüquqi davranış xarakteri müəyyən edir. Amma sərəncamda elə deyil də. Məsələn, sərəncam nədir? Məsələn, prezident kimsəyə bir tərtib verir, xalq artist adı verir. Bunun mənim üzərimdə hər hansısa bir məcburi davranış qaydası yoxdur ki. Və yaxud bir dəfə oldu, getdi də bu. Amma qanun elə deyil, qanun deyirəm üzrə. Fərman elə deyil axı. Fərman dəfələrlə tətbiq oluna bilər. Fərman hamıya aid olunur. Amma kimsəyə xalq artist adı verilməsi o bir nəfərə aid olunub gedib. İndi mən bunu niyə dedim? Bunu elə belədən demədim. Baxın, normativ hüquqi aktlardan prezidentin birinci qanunları yazaq. Konstitusiya əlbəttə ki, yuxarıda gəlir. Konstitusiyadır, sonra qanunlardır. Mən də Marsdan yazıram deyə biraz bu problemdir məndə. Həqiqətən problemdir. Gərək digitayzer alım. Sonra buradan prezidentin fərmanıdır və bir də Nazirlər Kabinetinin qərarları. Uşaqlar, Nazirlər Kabinetinin sərəncamı yoxa götürüb suallarda salırlar, uşaqlar da yazırlar bunu. İndi bax, bundan sonra uyğunluq məsələsini rahat şəkildə tapa bilərsiniz. Məsələn, deyir ki, bu hissədə prezidentin fərmanlarıdır, Nazirlər Kabinetinin qərarlarıdır, mərkəzi icra hakimiyyəti orqanlarının, görürsünüz, normativ hüquqi aktlarından gedir. Bəli, iyarxiyanı bilmək vacibdir. Yəni, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının, bunların hamısı, bax, bu 3 dənə aşağıda olan, görürsünüz, qanundan aşağıdadır. Deməli, bunların qanuna uyğunluğu olmalıdır. Məsələn, mən burada Nazirlər Kabinetinin qərarını danışıramsa, uşaqlar, bu artıq görürsünüz, bunun özündən yuxarıda 2 dənə var. Nə var bunun özündən yuxarıda? Məsələn, Nazirlər Kabinetinin qərarları deyib prezidentin fərmanlarına uyğunluğu. Yəni, fərman, prezidentin fərmanı Nazirlər Kabinetinin qərarlarından üstündür. Ona görə buna deyirlər. Eyni şəkildə Nazirlər Kabineti qərar verəndə əlbəttə ki, Konstitusiya və qanunlara da uyğunluğu olmalıdır. Bu başqa məsələ. Və yaxud bu hissəni necə yadınıza saxlayasınız? Dövlətlər arası ilə hökumətlər arası müqaviləni. Uşaqlar, dövlət belə deyək də, dövlət dəyişmir.
Amma hakimiyyət, hökumət dəyişirmi? Hökumət dəyişir. Ona görə dövlətlərarası müqavilədə yalnız konstitusiyadır, amma hökumətlərarası müqavilədə həm konstitusiya var, həm qanunlara. Biraz hökumətlər arası dövlətdən aşağı olduğu üçün ona görə burada iki dənəsi var. Həm konstitusiya var, həm də qanunlar var. Naxçıvanın qanunları və qərarları isə eyni şəkildə konstitusiyadır, qanunlar da prezidentin fərmanı və Nazirlər Kabinetinin qərarlarına uyğunluğudur. Yəni baxmayaraq ki, Muxtar Respublikadır, amma biz demişdik də unitarıq biz. Niyə? Çünki burada Azərbaycanda qəbul olunan qanunlar və yaxud konstitusiya, prezidentin fərmanları Naxçıvanın ərazisində də keçərlidir. Uşaqlar, Konstitusiya Məhkəməsinin səlahiyyətləri haqqında bu qədər. Və onu da qeyd edək ki, prezidentin vəzifədən kənarlaşdırılması barədə qərarı da Konstitusiya Məhkəməsinin sədri imzalayırdı, düzdürmü? Yəni o adam idi, səlahiyyətli şəxs idi, başqa heç kəs. Bax, bu da bizim Konstitusiya Məhkəməmiz. Onu da deyim ki, bu kitabı da mənim Telegram qrupumdan əldə edə bilərsiniz. Yuxarı hissədə fayl var, ora daxil olursunuz, oradan rahat şəkildə götürə bilirsiniz. 8-ci maddəndə artıq mən burada demişdim. Daha sonra burada qeyd edəcəyim hissədən biri də nə ola bilər? Ombudsmanla bağlı tez-tez suallar düşür. Deyir ki, məsələn, ombudsman hansı məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu verir? Uşaqlar, bax, bu normativ hüquqi aktların bir-birinə uyğunluğu məsələsi ilə bağlı ombudsman sorğu verir. Yəni, siz əgər BA kateqoriyasına, AS-yə hazırlaşırsınızsa, ombudsman haqqında Konstitusiya qanunu da biz keçirik. Orada da yəni ombudsman haqqında baxa bilərsiniz maddələrə, belə deyək. Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir və Konstitusiya Məhkəməsinin qərarı da Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir və onu da deyək ki, Konstitusiya Məhkəməsinin qərarları dərc edilməlidir. Tək Konstitusiya yox, Ali Məhkəmənin də qərarı dərc edilməlidir. Amma sualda görsəz bütün məhkəmənin qərarları dərc edilməlidir, elə bir şey yoxdur. Yəni bu suallar mənim qarşıma çıxıb, ona görə deyirəm. İndi isə maddə 131-ə baxaq, görün bir sual yazan olubmu? Müəllim, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə uyğunluğu olmalı idi. Açığı başa düşmədim, qısa yazmışsınız. Naxçıvan qanunları Naxçıvan qərarlarına uyğun olmalıdır. Nazirlər Kabinetinin qərarlarına. Onu bir dənə tam yazarsınız uşaqlar, onu aydınlaşdırarıq. O Naxçıvan hissəsində, bəli, bayaqları bizim WhatsApp qrupumuzda bir tələbə yazmışdı Naxçıvan qanunları haqqında nəyə tabedir. Orada var idi. Burada Konstitusiya Məhkəməsində qeyd olunur ki, Naxçıvanın qanunları və qərarlarının uyğunluğu məsələsi var. Burada Konstitusiya qanunlara, bir də Naxçıvanın özü haqqında da ayrıca var. Orada baxarıq sonda ona, amma dərsimizin vaxtından getməsin. Sonda bir də o hissəyə baxarıq. Maddə 131. Azərbaycan Respublikasının Ali Məhkəməsi. Uşaqlar, Ali Məhkəmə də yuxarı instansiya məhkəməsidir. Ümumi və ixtisaslaşmış məhkəmələrin icraatına aid edilən mülki cinayət və digər işlər üzrə Ali Məhkəmə orqanıdır. Kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirir və məhkəmələrin praktikasına dair izahatlar verir. Yəni bu məsələnin üstündən keçməyim ki, kassasiya nədir? Kassasiya ümumiyyətlə budur ki, yəni ilkin bir tərəf, ilkin olaraq birinci instansiya məhkəməsinə gedir. Sonra orada qərardan narazı qalsa apellyasiya, apellyasiyadan da narazı qalsa artıq Ali Məhkəməyə müraciət edir. Ali Məhkəmədə, yəni bu artıq olur kassasiya. Yəni Ali Məhkəmədə yenidən o qərarları, aşağı instansiya verdiyi qərarları neyniyir? Yenidən nəzərdən keçirmək üçün, yəni bu Ali Məhkəməyə verir, ya qərarı qüvvədə saxlayır, yəni bundan əvvəlcə, ya da ümumiyyətcə həmin o qərarlar deyir ki, yanlış qəbul olunub. Bax belə, yəni kassasiya qaydası budur, bəli, son duraq yazdığımız kimi. Daha sonra Ali Məhkəmənin hakimlərində biz artıq danışdıq bu haqda. Prezidentin təqdimatı ilə Milli Məclis təyin edir. Ali Məhkəmənin də qərarı dərc edilməlidir. Hələ ki, iki məhkəmənin qərarından danışdıq. Konstitusiya və Ali Məhkəmənin qərarlarının dərc olunmasına bağlı. Baxın, apellyasiyada yoxdur dərc olunma ilə bağlı. Apellyasiya məhkəmələri də yuxarı instansiya məhkəməsidir və apellyasiya məhkəməsinin hakimlərini də prezidentin təqdimatı ilə Milli Məclis təyin edir. Apellyasiya məhkəmələri, onu da qeyd edim ki, yəni ikinci kateqoriya dövlət orqanıdır. Dövlət qulluğu haqqında qanunda bu barədə var. Baxın, burada da kassasiya qaydasının nə olduğunu mən yazmışam. Azərbaycan Respublikası prokurorluq. Prokurorluq gördüyünüz kimi uşaqlar artıq bu məhkəmə hakimiyyətindədir. Bəzilər bunu mərkəzi hakimiyyəti orqanı kimi götürür prokurorluq, amma belə bir şey yoxdur. Azərbaycan Respublikasının prokurorluğu. Prokurorluq qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir. Bəzən uşaqlar deyir ki, müəllim, filan qanun var, amma bu qanun axı məsələn
keçmir axı, tutalım, bu qanuna riayət olunmur axı. Uşaqlar, bu məsələ ilə bağlı qanunların icra məsələsinə prokurorluq nəzarət edir. Dövlət ittihamı deyilən bir məsələ var. Bəs o məsələnin sırf özü də bu icra və tətbiq olunmasına aiddir. Onun haqqında da elə danışarıq. Qanunla nəzərdə tutulmuş halda cinayət işi başlayır və istintaq aparır. Məhkəmədə dövlət ittihamını müdafiə edir. Məhkəmədə iddia qaldırır və məhkəmə qərarlarından protest verir. Uşaqlar, sualım sizədir. Məhkəmədə dövlət ittihamını müdafiə edir deyəndə nəyi nəzərdə tutur? Buyurun. Bununla bağlı YouTube-da da qısa şəkildə də yazmışam. Görüm yaza biləcəksinizmi? Prokurorluq müdafiə edir nəyi? Gəlin uşaqlar deyim, prokuror məhkəmədə dövlətin adından danışır və cinayət törətmiş şəxsə qarşı ittihamları təqdim edir və həmin şəxsin qanunla təyin olunan cəza almasını təmin etmək üçün məhkəmədə sübutlar təqdim edir. İndi bu biraz elmi cürmü oldu da. Baxın, görmüsünüz, deyir ki, televiziyada mən görmüşəm bunu ən çox, deyir, prokuror, məsələn, o cinayət törətmiş şəxsə 10 il istəyib məhkəmədən. Düz deyir, prokurorun istəməyi ilə olmur o məsələ. Sonuçta son qərarı məhkəmə verir. Amma yəni prokuror ona görə dövlət ittiham deyirlər ki, o axı qanunlar var, o qanunları pozmuş şəxslərə deyir ki, bax sən filan maddəni pozduğun üçün mən məhkəmə hakimindən deyirəm ki, qoy sənə 10 il iş versin. Ona görə dövlət ittihamını müdafiə edir deyək də bunu nəzərdə tutub. Geniş şəkildə isə YouTube kanalımda baxa bilərsiniz bunun izahı. Prokurorluq ərazi və ixtisaslaşdırılmış prokurorların baş prokurorun tabeliyinə əsaslanan vahid mərkəzləşmiş orqandır. Uşaqlar, baş prokuror necə vəzifəyə təyin olunurdu, vəzifədən necə azad olunurdu? Bu isə prezidentin təqdimatı ilə, yəni üzr istəyirəm, prezident təyin eləyir Milli Məclisin razılığı ilə. İstər vəzifəyə təyin olunanda, istər vəzifədən azad olunanda. Amma baş nazir məsələsində bu belə deyil, onu da deyim uşaqlar. Baş nazir məsələsində sadəcə baş nazirin vəzifəyə təyin olunması məsələsi var. Yəni vəzifədən azad edəndə Milli Məclisin razılığını almır prezident, özü azad edir. Baş prokurordur, baş prokurorun müavinləridir. Yəni indi dedikdə baş prokuroru prezident təyin edir. Baş prokurorun müavinləridir. Respublika ixtisaslaşdırılmış prokurorluğa rəhbərlik edən prokurorlardır və Naxçıvanın prokurorudur. Bunlar baş prokurorun təqdimatı ilə prezident tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. Uşaqlar, yəni ixtisaslaşdırılmış prokurorluqdan söhbət respublikadan gedir. Məsələn, respublika hərbi prokurorluq. Məsələn, bax artıq respublikanın hərbi prokurorun prezident vəzifəyə təyin edir. Yəni önəmli məsələdir. Ancaq ərazi və ixtisaslaşdırılmış prokurorlar isə Azərbaycan Respublikasının prezidentinin razılığı ilə baş prokuror vəzifəyə təyin edir, vəzifədən azad edir. Məsələn, son elə Telegramda mən xəbərləri gördüm. O xəbərlərdə vardı ki, məsələn, hansısa rayonun prokuroru dəyişib, nə bilim, nə olub. Bax bu məsələ. İndi yazan oldu, onu da deyim ki, uşaqlar, prokurorluq, yəni Azərbaycan Respublikasının prokurorluğu birinci kateqoriya dövlət orqanıdır, hərbi prokurorluq ikinci kateqoriya dövlət orqanıdır, Naxçıvan prokurorluğu da eyni zamanda ikinci kateqoriya prokurorluq sayılır. Bizim dərsimiz qutar, amma qoşulanlar indi gəlir. Deyəsən, bugün biraz gec oldu uşaqların qoşulmağı, heç nə olmaz. YouTube'dan baxarsınız uşaqlar dərsimiz. İndi gəlin suallarınıza baxaq. Burada sual var idi, yəni keçmiş olmayaq. Fərdə xanım yazıb Naxçıvanla bağlı məsələyə baxıb. Uşaqlar, Naxçıvanla bağlı gəlin bu hissədə baxaq. Bayaq da bir sual vardı, qrupda yazılmışdı. Baxın uşaqlar, mən bu hissədən deyirəm. Azərbaycan Respublikasının görüm yadımda qalıbsa o sual hansıydı? Hə, bax budur. Burada zidd olmamaqla bağlı məsələ var. Deyir ki, Naxçıvanın qəbul etdiyi Naxçıvanın konstitusiyası və qanunları müvafiq olaraq Azərbaycan Respublikası və konstitusiyasına və qanunlarına. Baxın, həm konstitusiyasıdır, həm qanunlardır. Ancaq Naxçıvanın Nazirlər Kabinetinin qəbul etdiyi qərarları isə həm konstitusiyaya, həm qanunlara, həm də prezidentin fərmanlarına və Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. İndi sual olunur ki, niyə? Ay müəllim, mən buradan bir şey başa düşmədim. Amma burada indi mən sizə deyəcəm, biləsiniz. Naxçıvanda icra hakimiyyətini kim həyata keçirirdi? Nazirlər Kabineti, düzdür. İndi Naxçıvanın icra hakimiyyətinin Nazirlər Kabineti Azərbaycanın ümumi icra hakimiyyəti olan prezidentdən üstün deyil ki, ona görə Naxçıvanın Nazirlər Kabinetinin
qəbul etdiyi qərarlar, yəni normativ hüquqi aktlar deyiriksə, qərarın deyirik də, sərəncamı demirik. Çünki Nazirlər Kabineti ümumi məsələlərlə bağlı, ümumi hamıya aid olan məsələlərlə bağlı qərar qəbul eləyir. Digər məsələlərlə bağlı sərəncam. Ona görə Naxçıvanın qəbul etdiyi qərarlar Nazirlər Kabinetinin həm konstitusiyaya, həm qanunlara, həm prezidentin fərmanlarına, həm də Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Niyə Azərbaycan Nazirlər Kabineti? Çünki Nazirlər Kabineti prezidentin icra səlahiyyətlərini həyata keçirən yuxarı icra orqanıdır. Amma qanunlar deyirsə, yəni məsələn qanunlar, söhbət gedir, üzr istəyirəm, bu hissədə mənim də benim yanında. Naxçıvanın konstitusiyası və qanunları deyilsə, o isə sadəcə konstitusiya və qanunlara zidd olmamalıdır. Niyə? Çünki Naxçıvanda bu qanunları Ali Məclis qəbul eləyir. Bu Ali Məclisdə, yəni axı bölünürlü hakimiyyətlər 3 qola, icra hakimiyyəti, qanunverici məhkəmə və bunlar hər biri müstəqildir. Yəni bu doğru olmaz axı Naxçıvanın Ali Məclisinin qəbul etdiyi qanunların prezidentin fərmanlarına zidd olmaması. Çünki prezident ayrı qoldadır. Naxçıvan isə belə deyim, Naxçıvanın Ali Məclisi isə qanunverici hakimiyyətin qolundadır. Yəni o məsələ ilə bağlı uşaqlar belə yadınızda saxlaya bilərsiniz. Bax belə güman edirəm ki, bu hissəni də sizə izah eləmiş olduğum, bundan sonra da mən qeyd edeyim, burada olan uşaqlara da kifayət qədər adam var. Sabahları canlı yayım olacaq, 100 sualın canlı yayımda izahı olunacaq. Ondan sonra da 100 sualın izahı, yəni güman edirəm ki, mən onu hazırlaya biləcəm. 200 sualın ümumilikdə izahını vermiş olacağım və ondan sonra da imtahandan sonra da dərslərimiz, yəni qaldığımız yerdən davam eləyəcək. Bu gün suallar olmur sabaha görə. İzlədiyiniz üçün uşaqlar hər birinizə təşəkkür edirəm. Sabah imtahan verəcək şəxslərə də uğurlar arzulayıram. İnşallah ki, nəticəniz yaxşı olar. Bax belə. Suallarınız olsa WhatsApp qrupumuza, Telegram qrupumuza yazarsınız.